Nietzsche'nin belə bir sözü var: "Məni öldürməyən şey gücləndirər." Mən hesab edirəm ki, bu sözlərin canlı forması tam da burada gördüyünüz Məlalə xanıma aiddir. Məlalə Yusifzayi Taliban terrorçuları tərəfindən başından güllələnsə də, yenə də bir şəkildə həyatda qalır və öz inandığı mübarizəni davam etdirə bilir. Məlalə Yusifzayi 1997-ci ildə Pakistanın Sıvat bölgəsində yerləşən Mingora qəsəbəsində anadan olub. Atası Ziyauddin Yusifzayi təhsil hüququ uğrunda mübarizə aparan və evlərinin yanında bir məktəb idarə edən bir şəxs idi. O qızın adını Peştun xalqının qəhrəmanı hesab edilən Məlalayının adından ilham alaraq qoydu. Məlalə ağıllı, zəkalı və çalışqan bir qız idi. Hər bir göstərdiyi səy birinci və ikinci yerlərlə mükafatlandırılırdı. Tam da o vaxt Taliban qız uşaqlarının məktəbə getməsinə qarşı çıxışlar edirdi. Təbii ki, bu saqqallı əzaflardan başqa bir şey də gözləmək olmazdı. 2009-cu ildə Talibanın Sıvat üzərindəki hərbi nəzarəti gücləndi. Televiziya və musiqiyə qadağalar gətirildi. Qadınların alış-verişə çıxması qadağan edildi və Ziyauddin məktəbinin bağlanacağı elan edildi. Təbii ki, Məlalə bu qərara çox əsəbləşdi. 12 yaşlı Məlalə BBC-də Pakistanda baş verənlər haqqında Gulmakai nickname-dən istifadə edərək məqalələr yazmağa başladı. Çəkinmədi, öz sözünü hər zaman cəsarətlə dedi, ürəyindən keçənləri olduğu kimi yazdı. Məlalə və atasına dəfələrlə ölüm təhdidləri gəldi. Amma bütün bunlara baxmayaraq, təhsil hüququ uğrunda mübarizələrini davam etdirdilər. Bu zaman Məlalə New York Times üçün çəkilən sənədli filmdə yer aldı və BBC bloqunun müəllifi kimi tanındı. 2011-ci ildə Pakistanın ilk gənclik sülh mükafatını qazandı və Beynəlxalq Uşaq Sülh mükafatına da namizədliyi göstərildi. Artan məşhurluq və tanınması səbəbilə Taliban liderləri artıq onun öldürülməsinə qərar verdi. Təbii ki, bu insanlar savadlı, ağıllı, kamallı insanlar sevməz. Özləri kimi cahil, qoyun, axmaq olmalıdır. Əksini qəbul edə bilmirlər. 9 oktyabr 2012-ci ildə Məlalə və dostları məktəbdən evə qayıdarkən maskalı və silahlı iki şəxs avtobusa mindi və Məlaləni adı ilə çağırdı. Dostları Məlaləni göstərdilər və bundan sonra Məlalə ona başından, boynundan və çiynindən güllələdilər. Hücumda iki dostu da yaralandı. Məlalə sağ qaldı, lakin vəziyyəti çox ağır idi. İngiltərədə müalicəyə alındı. Üzünün yarı hissəsi iflic qaldı. Müalicə müddətində Məlalə və atası bütün dünyada qızların təhsil hüququnu müdafiə etmək qərarına gəldilər və Məlalə fondunu yaratdılar. Talibanın Məlaləyə qarşı sui-qəsd cəhdi bütün dünyada pisləndi və Pakistanın hər yerində etirazlara səbəb oldu. Hücumdan sonrakı həftələrdə 2 milyondan çox insan təhsil hüququ üçün petisiya imzaladı və Pakistan parlamenti ölkənin ilk pulsuz və məcburi təhsil qanununu təcili şəkildə qəbul etdi. 2012-ci ildə Məlalə və atası qızların təhsilinin sosial və iqtisadi təsirləri barədə şüur yaratmaq, qızları həvəsləndirmək və onların məktəbə qayıtmasını dəstəkləmək üçün Məlalə fondunu yaratdılar. 2014-cü ildə Məlalə Nobel sülh mükafatı qazanan ən gənc şəxs olaraq tarixə düşdü. O 1.1 milyon dollarlıq mükafatı Pakistanda qızlar üçün orta məktəb tikilməsinə bağışladı. Məlalə və atası yaratdığı Məlalə fondu bu gün də bütün dünyada qızların təhsilini dəstəkləməsi üçün çalışır. Məlalənin bir uşaq, bir müəllim, bir qələm və bir kitab dünyanı dəyişə bilər sözləri isə bütün dünyada qızların təhsili və güclənməsi üçün ilham yaymağa davam edir.